Azərbaycan Dəmir Yollarına aid sürət qatarı Tbilisidə görünüb. Bu barədə fotolar yayılıb. İddiaya görə mayın 1-də Bakı-Tbilisi-Bakı qatarı işə düşəcəyi üçün qatar yoxlama məqsədi ilə Tbilisiyə göndərilib. Məsələ ilə əlaqədar Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan Milliyaza bildirildi ki, həmin fotodakı qatar sərnişin qatarı deyil. Reysləri yoxlayan, başqa sözlə, reyslərin diaqnostikasını aparan qatardır. Bu şəkil Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımanın yenidən bərpa edilməsi mövzusunu yenidən gündəmə gətirir. Ötən aylarda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi iki ölkə arasında dəmir yolu ilə sərnişin daşıma mayın 1-dən bərpa edilməsi ilə bağlı məlumat yayılmışdı. Bəs Bakı-Tbilisi qatarının açılması nəzərdə tutulurmu? Azərbaycan Dəmir Yollarına bildirildi ki, bu məsələ xüsusi karantin rejiminin tətbiqi və sərhədlərin bağlı olması ilə bağlı məsələdir.